Bir vaxtlar yollarda gördüyümüz bu avtomobillər indi öz sonunu gözləyir. Biz hazırda avtomobillərin utilizasiya olduğu məkandayıq. Qeyd edeyim ki, son statistik göstəricilərə əsasən 4600-ə qədər avtomobil artıq utilizasiya olunub. Gözləmədə olansa xeyli sayda avtomobil var. Tullantılar haqqında qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minən müddəalarına uyğun olaraq ötən müddət ərzində Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 2 şirkət reyestrdə qeydiyyat alınıb. O ki, qaldı nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə, bunun üçün vətəndaş öncə nəqliyyat vasitəsini dövlət qeydiyyatından çıxarmalıdır. 2025-ci ildən artıq utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayında kəskin artım müşahidə olunur. Dövlət proqramı xüsusilə yerli istehsalın stimullaşdırılması hissəsində də demək olar ki, artıq öz məqsədlərinə çatır və bu istiqamətdə də yerli istehsal nəqliyyat vasitələrinin satışında artım müşahidə olunmaqdadır. Belə ki, artıq qeyd elədiyimiz kimi 4600-dən çox nəqliyyat vasitəsi utilizasiyaya verilir və eyni zamanda proseslə paralel olaraq 232 yerli istehsal yeni nəqliyyat vasitəsinin satışı həyata keçirilir. Proqram çərçivəsində indiyə qədər 227 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib. Köhnə avtomobilini yenisi ilə dəyişmək istəyən vətəndaşların sayı isə artmaqdadır. Vaz 2109-dur, istifadəmdə idi. Baxdım ki, yararsız haldadır, əl vermir işlətməyə. Gətirdim, təqdim elədim utilizasiya. Çox sağ olsunlar, rahat şəkildə qəbul elədilər. Müraciət göndərdik, sənədlərimi yazdılar. İndi inşallah yeni avtomobil almaq üçün müəyyən o güzəşt kuponuna istifadə edəcəm. Avtomobillər üyüdülmə prosesinə getməmişdən əvvəl hissələrə ayrılır və parçalanır. Sonda isə utilizasiya prosesindən tam çıxmış avtomobil kiçik bir dəmir parçasına çevrilir. Ümumilikdə utilizasiya prosesi sosial, iqtisadi, ekoloji layihə kimi qiymətləndirilir. Yararsız avtomobilini təqdim edən vətəndaş ya maddi gəlir, ya da yeni avtomobil əldə etmiş olur. Təbiəti çirklənməsinin qarşısı alınır və eyni ilə də həmin sosial tərəfi isə həmin nəqliyyat vasitəsinin müəyyən maddi tərəfləri maddi olaraq resurs əldə etməsinə səbəb olur. Təhvil verilmiş nəqliyyat vasitələri müxtəlif metallar üzrə ayrışdırılaraq metal əritmə müəssisələrinə yönləndirilir və bu da Respublikamızın metalı olan ehtiyacının daxili imkanlar hesabına ödənilməsinə kömək edir. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.